Marvel Rivals'da gördüğüm yerim Iron Man skin'i mən uşaqlığımda izlədiyim cici filmi xatırladı. Onun da adı Egiпт'dir. Yəni orijinal adı tələffüz edə bilməyəcəm heyf ki. Maraqlıdır ki, bu möhtəşəm iş əslində İtaliya istehsalıdır və mən buna uşaqca izləmişdim. Həqiqətən amma təsadüfən tapmışdım və çox möhtəşəm idi deyə bilərəm. Və oyuna gələndə isə həqiqətən gözəl bir firavun estetikasına malikdir bu skin və onu görəndə həqiqətən elə ağlıma heç bir gizli film gəldi. Mövzu bundadır ki, hekayə Leonun ətrafında fırlanır və o təsadüfən sonuncu firavunun biləziyini tapır və onunla bərabər də möhtəşəm güclər əldə edir. Demək olar ki, Iron Man suit kimi bir şeylər gəlirdi. Üstünə səhnəsi varsa onu qoyacağam zaten. Və burada mövzu ondadır ki, bu Yecihos adında bir paralel dünya ışınlanır və orada sehirli varlıqlar yaşayır. Bundan birlikdə də o iki qardaşın müharibəsinə, yəni yenə özünü tapır, xeyirlə şərin belə desəm qısası. Bir tərəfdən də öz dünyasını qorumağa çalışır. Həm də valideynlərlə tövsiyəm var ki, birinci özləri baxandan sonra, öz qərarlarından sonra məncə uşağınla birlikdə izləyə biləcəyi möhtəşəm gizli filmlərdən biridir. Həm uşaqlara qədim mifologiya haqqında biliklər qazandırır, həm də komanda işinin vacibliyini öyrədir, belə desəm. YouTube-da rusca, ingiliscə dublajlar tapa bilərsiniz. Məncə 26 bölümlü gözəl bir serialdır. Xoş izləmələr.